Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Birisi Quran, digəri isə Əhl-i Beytim. Salamlayırıq əziz Quran sevərləri. Değerli izləyiciləri, Allahın izni ilə Ramazan ayının bərəkətli günlərini yaşayırıq və bu gün istədik ki, bütün Qur'anı hətta özündə cəm eyləyən Fatihə surəsini keçək. Bugünkü dərsimiz inşallah Fatihə surəsidir. 7 ayədən ibarətdir, Məkkədə nazil olub. Surənin adı Fatihə də deyirlər, Həmd surəsi də deyirlər, Ummul Kitab, Ummul Qur'an və s. digər adları da var. Bizim aramızda məşhur adı Həmd surəsi və ya Fatihə surəsidir. Ya Allah, keçək inşallah Fatihə surəsinin bugünkü dərsdə inşallah oxunuşuna keçəcəyik. Fatihə surəsinin fəzilətli haqqında bir çox rəvayətlər var, hədislər var. Onları inşallah özünüz baxa bilərsiniz demək kitablarda və yaxud internet saytlarında. Demək, haqqında məlumat verək ki, həmçinin Fatihə surəsi Qur'anın ilk surəsidir. Biri var, ilk nazil olan ayələr fərqlidir. O demək, məzhəb fərqləri var orada və yaxud da ki, alimlərin arasında görüşlər var ki, ilk surə, hətta ilk nazil olan demək surəni Fatihə surəsi də deyirlər və onunla yanaşı da Ələq surəsinin ilk 5 ayəsini də vurğulayırlar. Və bu da bizə aydındır ki, bu Fatihə surəsi və Qur'an-ı Kərim elə Peyğəmbər dönəmindəcə toplanıb, kitab halına salınıbdır və Peyğəmbərin əmri ilə Fatihə surəsi Qur'anın əvvəlinə kitabı açan hissəyə qoyulubdur. Çünki bu, dediyim kimi, bəşər övladının biləcəyi bir şey deyil. Allah köməkli olsun. Ya Allah, demək keçirik. Əvvəlcə nə edirik? Bismillah, demək Allahın adı ilə başlayacağıq. Bismillahirrahmanirrahim. Demək, elə Bismillah kəlməsində oxumuşam. Vurğulayaq ki, Peyğəmbər və Əhl-i Beyt imamları deyiblər ki, Bismillah kəlməsinin özü müstəqil bir ayədir və surənin içərisinə daxildir. Və ona görə biz dediyim kimi namazlarda, məsələn, Bismillahı deməyib, Fatihə surəsini oxusaq, imam buyurur ki, sən ən böyük ayəni uğurladın. Və bilirsiniz ki, gündəlik müsəlman, mömin kəs namazlarında ən azı, bütün namazlar bir yerdə 5 vaxt namaz cəm olduğu halda, ən azı, yəni 10 dəfə Fatihə surəsini oxumaq ona vacibdir. Yəni bu surənin böyük bir əzəməti var. Demək, Allahın adı ilə başlayırıq. Rəhman və Rəhim olan Allahın adı ilə. İmam Əli əleyhissalam buyurur ki, işlərinizi Bismillahla, Allahın adı ilə başlayın və əgər orada Allahın adı olmasa, o iş başladığınız işə şeytan şərik olar. Demək, oxuduq. Bismillahirrahmanirrahim. Birinci ayə Bismillah kəlməsi idi, baxın. Və ikinci ayəyə keçdik. Əlhamdu. Çox diqqətli şəkildə inşallah təhlil eləyə gedək ki, çünki namazımızda bu surəni deyirik. Hər namazda bu surəni deyirik və qiyamətdə soruşulan ilk əməllərdən biri namazdır. Ya Allah. Əlhamdu. Baxın, əlhamdu. Diqqət edin, hə boğaz həsidir. Onu mütləq çıxartmağa çalışın. Əlhamdu dedik, əlhamdu. Keçdik. Lillahi. Baxın, çox vaxt görürsünüz ki, o birləşir, əlhamdülillah kəlməsi qəribə bir şəkildə səsləndirir. Məsələn, namaz qılanlar əlhamdülillah və s. Birincisi, buradakı dudur, dü deyil. Elhamdülillah da deyil. Elhamdülillah. Yəni elhamdülillahlə arada baxın bu şəkildə məsafə var. Baxın. Elhamdülillahi.
Yəni tam o şəkildə onu bir-birinə birləşdirməyik. Deyirik Elhamdülillahi Rabbil. Baxın Rabbil. Rabbil. Ayn uzatmalıdır. Ələmin. Sonda dayanırıq. Nun hərəkəsi sevrilir, olur sükun. Necə oldu? Elhamdülillah. Baxın, lillahi demirik. Lillahi çünki qaydaya uyğun olaraq səhvdir. Necə olacaq? Lillahi. Lə uzanır. Lillahi Rabbil ələmin. Bu şəkildə Elhamdülillahi Rabbil ələmin. Demək, tərcüməsində də bu şəkildədir ki, həmd olsun aləmlərin Rəbbi olan Allaha. Baxın, Elhamdülillah dediyim kimi təşəkkürün, həmdin ən üstün demək, mərtəbəsidir və orada Elhamdu dediyimiz zaman bütün sitayişlər, yəni bütün nə qədər həmdlər varsa, hamısı nəzərdə tutulur. Bütün nə qədər şükürlər varsa, baxın, orada göstərilir ki, hamısı aləmlərin Rəbbi Allaha aiddir. Burada bilirsiniz ki, aləm deyəndə Allahın o varlıq aləmi. Bütün bəşər, nə qədər məxluqat var, aləmlər və s. və deyirlər ki, məsələn, neçə dənə aləmlər var, o bildiyimiz, bilmədiyimiz nə qədər aləmlər var. Demək, həmd olsun aləmlərin Rəbbi Allaha. Tərcüməsini də, məsəl üçün, namazda deyəndə fikrimizdən keçsək, gözəl olar və bilsək də həmçinin tərcüməsini əla olar, gözəl olar. Demək, Elhamdülillahi Rabbil ələmin. Mi uzanır, min. Keçdik 3-cü ayəyə. Ər-Rahmanir-Rahim. Baxın, görürsünüz, həm Bismillahda deyirik. Bismillahirrahmanirrahim. Həmçinin, baxın, Fatiha surəsinin içində də o kəlmə var. Deyilişinə diqqət edin. Ər-Rahmə, dediyim kimi, əvvəl də vurğulamışıq. Deyirlər ki, Ər-Rəhmani. Rəhmani olmaz. Ər-Rahmani. Demək, buna elə bir ə verirlər, buna a. Demək, raya ə verirlər, mimə a. Amma raya elə a verilməlidir, ra. Mimə də mədir. Ər-Rah, hə boğazdadır. Ər-Rahmə, bu uzatmadır, kiçik əlifdir. Qoyulubdur və uzatma rolundadır. Ər-Rahmanir-Rahim. Və burada da kəsmirik. Bu şəkildə demirik. Ər-Rahmani ni rahim. Baxın, buradakı nidən sonra bir dənə də r var. Nir. Ər-Rahmanir-Rahim. Yəni r var orada. Bəzən vaxt eşidirik, deyirlər ki, Ər-Rahmanir-Rahim. Ər-Rahmanidə nidən sonra r var. Çünki baxın, vəsli işarəsi var, keçid var. 2 dənə qoşan radır. Olacaq Ər-Rahmanir-Rahim. Dayanırıq. Rahman və Rəhim olana. Yəni, tərcümə belə gəlir. Düzdür, deyirlər, bağışlayan və mehriban, o tərcüməndə verilir. Amma Rahman və Rahim kəlməsi elə kəlmələrdir ki, onu bir digər dilə tərcümə eləyəndə tam mənanı oradan almaq olmur. Bu şəkildə, məsələn, Rəhman kəlməsinə izah verirlər ki, Rəhman kəlməsi, yəni, bütün məxluqata, bütün yaradılışa aid olan rəhmətdir. Məsələn, Allahın varlıq aləminə, heyvanlardan tutmuş, bütün canlılara kimi, hətta kafirə kimi Allah ruzi verir. Allahın Rahman sifətidir. Digərə, baxın, Ər-Rahim, Allahın Rəhman adıdır. Baxın, Ər-Rahim, Rəhim adı isə deyirlər ki, axirətdə yalnız möminlərə şamil olur. Demək, necə oldu? Ər-Rahmanir-Rahim. Bu şəkildə gəldi. Keçirik Allahın izni 4-cü ayəyə. Ma deyil, ha, baxın, dediyim kimi, yenə vurğulayıram, çox şəxslər ilk namaza başlayanda o vərəqdə Azərbaycan ərəbcəsi olur ki, oradan əzbərləyiblər. Orada
incəni, qalını bildirmirlər, boğaz hansıdır, uzatma hansıdır, onları bildirmirlər deyə o şəkildə dil əzbərləyir. Lakin Allah nəsib eləyir, öyrənirsiniz və çalışın, dəyişdirin. Həmin o dilinizdə oturanı dəyişdirin, doğru şəkildə öyrənmək üçün. Maliki deyil. Baxın, Məliki. Mədir, mə. Mə də uzatmalıdır. Məliki. Gəldi. Məliki. Yav. Yav. Vav bildirildi. Yəni, yəv yox. Yəv düzgün gəlmir. Yavmi. Baxın. Yavmiddin. Yavmiddin. Və dəl, görürsünüz, vəslə işarəsi ilə keçilir. Ona görə Yavmiddin keçilir. Yavmiddin. Necə oldu? Məliki Yavmiddin. Dayandıq. Demək, din gününün sahibinə, malikinə, hökümdarına, din günü də deyirlər, cəza günü də deyirlər və yaxud da qiyamət günü də deyirlər. Onlar hamısı aiddir. Yavmiddin kəlməsi. Demək olar ki, məsələn, belə bir sual ünvanlayırlar ki, bəs Allah bu günün də sahibi deyil, maliki deyil. Təbii ki də Allah yaratdığı hər bir şeyin həqiqi malikidir. Lakin deyirlər ki, təfsirdə də buyurulur ki, axirətdə, yəni qiyamətdə Allahın malikiyyəti başqa bir cilalanır, yəni başqa bir cilvə alır. Çünki orada beyin artıq fikirləşib bir tədbir tökə bilmir, dillər lal olur. Demək, artıq heç bir, necə deyərlər, orada savab, günah, nəsəsə ibadət eləyir və s. Bunlar olmur. Mal köməyə yetmir, övlad, oğul, uşaq köməyə yetmir, valideyn köməyə yetmir və s. Yəni orada dediyim kimi Allahın malikiyyəti tamam başqa bir cilvə alır və o da orada vurğulanır. Lakin təfsirdə deyilir ki, bu Allahın rəhmətindən irəli gəlir. Birinci, baxın, Ər-Rahmanir-Rahim gəlir ki, yəni ki, qorxu ilə ümidin içində olasan. Yəni orada ümid də var ki, həmin o Allahın ki, huzuruna gedəcəyik, yəni axır qiyamətin günü. Yəni o Allah Rəhmani Rəhimdir. Və biz də ona görə həmin vaxtı ancaq Allahın lütfündə ümidimizi bağlayacağıq bu şəkildə. Keçirik 5-ci ayəyə Allahın izni ilə. İyyəkə. Baxın, yenə də burada vurğulayıram. İyyəkə deyənlər var, o doğru deyil. İyyəkə. İyyəkə. Bu şəkildə gəldi. Nə. Ayn boğazdadır. İyyəkə nəbudu deyənlər var, yəni o səhvdir. Nəyə görə? Olacaq necə? İyyəkə nəbudu. Nəbudu. Elə bir ki, nədən sonra ə deyirik, amma gələ bir nə ilənsə onu kəsirik həmin anda. Nəbudu. Üstündə məşq eləsəniz, inşallah olacaq. İyyəkə. Ya uzanır. Nəbudu. Və iyyəkə. Yenə eyni kəlmə gəldi. Nəstə'in. Dayandıq. Və dediyim kimi, burada da nəstə'in deyənlər var. O da yenə doğru deyil. Ayndir və yenə dediyim kimi, burada da nə'bududur, burada da ayndir, sonda da ayndir. Onu vurğulamaq lazımdır. Nəstə'in. Və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edirik və yalnız səndən diləyirik. Burada diqqət edirsiniz. Allah Teala təkdir. Yəni bizim bir dənə Rəbbimiz var. Allah'da ona görə deyirik ki, biz yalnız sənə. Lakin Allahın bizim kimi nə qədər bəndəsi var. Həmçinin orada biz kəlməsi işlədirik. Diqqət edirsiniz, bu həmçinin müsəlmanların cəm olması, bir yerdə namaz qılması və demək vəhdətin, qardaşlığın simvoludur. Həmçinin biz deyirik və bir də təfsirdə digəri buyurulur ki, biz bütün Allah pərəst şəxslərin, Allahı tanıyan kəslərin hamısının adından orada namazda deyirik ki, biz yalnız səni ibadət edirik və yalnız səndən istəyirik.
Və onu da vurğulayaq ki, birinci deyirlər Allaha bəndə olmaq lazımdır ki, əbd deyirlər. Ondan sonra Allahdan istəyəsən. Birinci bəndə ol, sonra Allahdan istə. Demək, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Bu şəkildə oxunur. Qalan 2 ayə ki var, Allahın izni ilə onu digər dərsdə keçəcəyik. Haqqlarında hər ayəni məlumat verəcəyik. Bir də başdan inşallah 5-ci ayəyə kimi oxuyaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. Bu şəkildə Allahın izni ilə Fatihə surəsinin ilk 5 ayəsi haqqında demək danışdıq. İzah verdik, oxunuş qaydası haqqında. Allah hər birinizi müvəffəq eləsin və sizə zihin açıqlıq arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.